Müəllif Qurban Səid, Əli və Nino. 1-ci fəsil. Bakıdakı Rus İmperator Humanist Gimnaziyasının 3-cü sinifində biz 40 nəfər şagird idik. 30 nəfər müsəlman, 4 erməni, 2 polyak, 3 sektant və 1 nəfər rus. Ehtiramla sakitcə oturub professor Saninin şəhərimizin qeyri-adi coğrafi vəziyyəti barədə dediklərinə diqqətlə qulaq asırdıq. Avropa qitəsinin təbii sərhədləri şimalda Şimal Buzlu okeanından, qərbdə Atlantik okeanından və cənubda Aralıq dənizindən keçir. Avropanın şərq hüdudları Rus imperiyasının içərisindən keçərək Ural boyunca aşağı inir. Xəzər dənizini ikiyə bölür və Zaqafqaziyadan keçib gedir. Bax, bu məsələdə elm hələ son sözünü deməmişdir. Məsələn, bəzi alimlər Qafqaz dağlarının cənubundakı ərazini Avropaya daxil edirlər. Başqaları isə belə fikirdədirlər ki, bu ərazi də xüsusilə mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edilməlidir. Balalarım, şəhərimizə qabaqcıl Avropaya, yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asılıdır. Rus gimnaziya müəllimlərinin qızılı düymə və kokordlarla bəzənmiş uniformasını geyən professor özündən razı halda gülümsündü. Sual o qədər çətin, məsuliyyətin yükü elə də ağır idi ki, nəfəsimiz təngləşdi. Sonra ən dal cərgədə oturan Məhəmməd Heydər əlini qaldırıb dedi: "Bağışlayın, cənab professor, biz Asiyada qalmaq istəyirik." Bərk bir qəhqəhə qopdu. Məhəmməd Heydər ikinci dəfə idi ki, 3-cü sinifin partasında otururdu və Bakı Asiyaya aid olduqca onun 3-cü ildə eyni sinifdə qalması üçün hər cür ehtimal var idi. Nazirliyin bir qərarına əsasən Rusiyanın Asiya qismindəki yerli şagirdlərə eyni sinifdə keyfləri istədiyi qədər qalmaq icazəsi verilirdi. Professor Sanin alnını qırışdırıb: "Deməli belə, Məhəmməd Heydər, sən Asiyada qalmaq istəyirsən? Bir çıx qabağa, bəs öz fikrini əsaslandıra bilərsənmi?" Məhəmməd Heydər qabağa çıxdı. Qıpqırmızı olmuşdu. Dinməz söyləməz dayanmışdı. Onun ağzı açıq qalmış, alnı qırışmış, baxışları isə mənasız və axmaqsayağı idi. 4 erməni, 2 polyak, 3 sektant və 1 rus onun axmaqlığından həzz aldıqları bir anda mən əlimi qaldırıb bəyan etdim ki, cənab professor, mən də istəyirdim Asiyada qalım. Əlixan Şirvanşir, sən də, yaxşı, çıx qabağa. Professor Sanin alt dodağını qabağa uzadıb, onu Xəzər dənizinin sahələrinə gətirib tullayan bəxtinə daxilində lənət oxuyurdu. Sonra öskürüb ağır tərzdə dedi: "Heç olmasa sən öz fikrini müdafiə edə bilərsənmi?" "Bəli, mən Asiyada özümü lap yaxşı hiss edirəm." Belə, bəs sən heç olmasa bircə dəfə əsl vəhşi bir Asiya ölkəsində, misal üçün Tehranda olmusan? Bəli, keçən yay. Aha, bəs orada Avropa mədəniyyətinin böyük nailiyyətlərini, məsələn, avtomobili gördünmü? Bəli, özü də lap böyüyünü. 30 nəfərlik və daha böyüyünü görmüşəm. Onlar şəhərin içində deyil, bir məntəqədən o biri məntəqəyə işləyirlər. Dediyin avtobuslardır və onlardan dəmir yolu çatmadığı üçün istifadə olunur. Buna gerlik deyərlər. Otur yerinə, Şirvanşir. Sinifdəki bütün asiyalılar sevinir, baxışları ilə mənə əhsən deyirdilər. Professor Sanin dilxor halda sustu. Onun vəzifəsi öz şagirdlərindən əsl Avropalılar yetişdirmək idi. Bəs sizlərdən kim, məsələn, Berlində olub, deyə o birdən-birə sual verdi. O gün Saninin bədbəxt, uğursuz günü idi. Sektant Maykov əlini qaldırdı və bildirdi ki, lap balaca vaxtında Berlində olub. Boğanaq və qorxunc bir metronu, gürültülü qatarı və anasının onun üçün səliqə ilə hazırladığı qaxac edilmiş donuz əti ilə çörəyi yaxşı xatırlayırdı. Biz 30 müsəlman əsəbləşmişdik.
Seyid Mustafa isə hətta icazə istədi ki, eşiyə çıxsın. Çünki donuz əti sözünü eşidən kimi onun ürəyi bulanmağa başladı. Bununla da Bakı şəhərinin haraya aid olması məsələsinə dair diskussiya birdəfəlik həll olundu. Zəng çalındı. Professor Sanin ürəyi yüngülləşdi və o sinfi tərk etdi. Biz 40 nəfər şagirdlə tələsik bayıra çıxdıq. Bu, böyük tənəffüs idi və hər kəsin 3 imkanı var idi. Həyətə qaçıb qonşuluqdakı Realni gimnaziyanın şagirdlərini qızılı düymə və qızılı kokortlarından ötürü döymək idi. Çünki bizim düymə və kokortlarımız gümüşü idi. İkinci imkan bir-birimizlə bərkdən tatarca, yəni Azərbaycanca danışmaq idi. Çünki ruslar bu dili başa düşmürdülər və bir də ki, məktəbdə bu dildə danışmaq qadağan idi. Üçüncü imkan da tələsik küçənin o tayına Müqəddəs Kraliçə Tamaranın qız gimnaziyasına getmək idi. Mən axırıncını seçdim. Qızlar mavi uniforma, donlar və ağ döşlük geyib bağçada gəzişirdilər. Xala qızım Ayşə mənə əl elədi. O, Nino Kipyanı ilə əl-ələ verib gəzişirdi. Nino Kipyanı isə dünyanın ən qəşəng qızı idi. Mən coğrafiya dərsindəki döyüşlərimdən qızlara danışanda dünyanın ən gözəl qızı dünyanın ən gözəl burnunu qırışdırıb dedi. Əli xan, sən axmaqsan. Allaha şükür ki, biz Avropadayıq. Əgər Asiyada olsaydıq, mən gərək çoxdan çadır örtəydim. Sən də mənim üzümü heç görməzdin. Mən məğlub olduğumu boynuma aldım. Bakı şəhərinin mübahisəli coğrafi vəziyyəti məni dünyanın ən gözəl gözlərindən məhrum etdi. Qəmginləşib qalan dərslərə daha getmədim. Mən şəhərin küçələrini gəzib dəvələrə, dənizə baxdım. Avropanı, Asiyanı və Ninonun gözəl gözlərini yada salıb fikrə daldım və kədərləndim. Eybəcər sifəti olan bir dilənçi qabağıma çıxdı. Ona pul verdim. O əlimi öpmək istədi. Qorxub əllərimi çəkdim. Amma sonra düz 2 saat şəhəri ələf-ələk elədim. Dilənçini axtardım ki, o əlimi öpə bilsin. Elə fikirdə idim ki, onu təhqir etmişəm. Vicdan əzabı çəkirdim. Ancaq onu tapa bilmədim. Bu əhvalatın üstündən 5 il keçdi. Bu 5 ildə cürbəcür şeylər baş verdi. Bizə təzə direktor göndərdilər. Onun ən çox zövq aldığı şey yaxamızdan yapışıb bizi silkələmək idi. Çünki gimnaziyaçılara sillə vurmaq qəti qadağan idi. Elə həmin 5 il ərzində şəriət müəllimimiz bizə müsəlman adı altında dünyaya gəlmək imkanı verdiyi üçün Allahın nə qədər mərhəmətli olduğunu dəqiq izah etdi. Sinifə 2 erməni və bir rus da gəldi. 2 müsəlman da məktəbi tərk etdi. Biri 16 yaşında evləndi. O biri də məktəb tətili zamanı qan davasına qurban getdi. Mən, Əli xan, Şirvanşir də bu 5 il ərzində 3 dəfə Dağıstanda, 2 dəfə Tiflisdə, bir kərə Kislovodskda, bir dəfə İrandakı əmilərimdən birinin yanında oldum. Bir dəfə də Gerindium ilə Gerindivumu ayıra bilmədiyim üçün az qala sinifdə qalmışdım. Atam gedib məsciddə molla ilə danışdı və o bildirdi ki, bütün latın dili başdan başa səhvdir. Bunu eşidən atam bütün Türk, İran və Rus ordenlərini taxıb direktorun yanına getdi. Məktəbə nə isə bir fizika cihazı bağışladı və mən sinifdən sinifə keçdim. Məktəbin divarlarından da yeni elan asıldı ki, məktəb binasına içi dolu tapanca ilə girmək qadağandır. Nəhayət, həmin 5 il içərisində şəhərə telefon xətti çəkildi. 2 yeni kinoteatr açıldı. Nino Kipyani isə hələ də dünyanın ən gözəl qızı idi. İndi də hər şeyi qurtarmalı idi. İmtahanlardan məni yalnız bir həftə ayırırdı və mən evdə, otağımda oturub Xəzər dənizinin sahillərində latın dili dərsinin mənasız olduğu barədə düşünürdüm. Otağım evimizin 2-ci mərtəbəsində yerləşən ən gözəl otaq idi. Buxara, İsfahan və Kəşandan gətirilmiş tünd rəngli xalçalar divarları bürüyürdü. Xalça üstündəki naxışlar
Bağça və göllər, meşə və çaylar toxucunun təsəvvüründə necə yaranmışdısa, elə də görünürdü. Səristəşrizlər üçün görünməz, peşəkarlar üçün isə valeh edici idi o naxışlar. Uzaq səhralardakı köçəri tayfaların qadınları yabanı kolluqlar içərisindən bu rənglər üçün bitkilər yığmış, nazik barmaqlar da onlardan şirə sıxıb çıxartmışlar. Bu gözəl rənglərin sirri 100 illər qədər qədimdir. Bir də ki, öz sənət əsərini təm qurtarmaq üçün toxucu çox vaxt 10 il əmək sərf edirdi. Sonra da ov və cəngavər döyüşləri səhnəsini təsvir edən büsbütün sirli rəmzlər və işarələr, qıraqlarında da Firdovsinin bir şeiri, yaxud Sədinin bir müdrik kəlamı olan bu sənət əsərini divardan asırdılar. Çoxlu xalça asıldığı üçün otaq qaranlıq görünürdü. Otaqda alçaq bir divan, sədəflə işlənmiş kətil, bir neçə yumuşaq balış və bunların hamısının içərisində mənasız kitablar, qərb elminin kitabları, kimya, latın dili, fizika, trigonometri kitabları, sarsaq əşyalar, öz barbarlıqlarını pərdələmək üçün barbarlar tərəfindən kəşf edilən əşyalar. Kitabları şapıltı ilə bağladım, otağımdan çıxdım. Dar şüşə bənddən keçib evin yastı damına çıxdım. Orada mən öz dünyamı seyr etdim. İçəri şəhərin qalın qala divarlarını, girişində ərəbcə yazılar olan sarayın xarabalıqlarını gözdən keçirtdim. Küçənin dolambaçlarından asta-asta dəvələr keçirdi. Onların buxovları da elə incə idi ki, adam istəyirdi ki, tumarlasın. Kobud, yumru qız qalası qalxdı gözümün qabağında. Qız qalasının ətrafında bələdçilər dolaşırdı. Biraz aralıda qız qalasının arxasında dəniz başlayırdı. Qurğuşuna bənzər, anlaşılmaz Xəzər dənizi. Onun arxasında da səhra yerləşirdi. Zəhimli qayalar, qum və tikan. Dinc, sakit, güc çatmayan dünyanın ən gözəl mənzərəsi. Mən sakitcə damda oturmuşdum. Nəyimə lazımdır mənim özgə şəhərlər, özgə damlar və özgə mənzərələr? Mən düz dənizi və düz səhranı, onların arasında yerləşən bu qədim şəhəri sevirdim. Buraya neft axtarmağa gələn səsküylü bəşəriyyət səhranı sevmədiyi üçün varlanandan sonra çıxıb buradan gedirdi. Nökər çay gətirdi. Çayı içə-içə buraxılış imtahanlarını fikirləşdim. İmtahanlardan heç bir nigarançılığım yox idi. Şübhəsiz imtahanları verəcəyəm. Kəsilsəydim də dünya dağılmazdı. Malikanəmizdəki kəndlilər belə halda deyəcəkdilər ki, mən elmə və biliyə çox həvəsim olduğu üçün elm ocağından ayrıla bilmirəm. Ancaq həqiqətən də məktəbi tərk edəcəyimə təəssüflənirdim. Gümüş düyməli, paqonlu və kokordalı uniforma qəşəng və zərif idi. Mülkü paltarda özümü doğrudan da narahat hiss edirdim. Lakin mən mülkü paltarı çox giyməyəcəyəm. Yalnız bir yay və sonra Moskvaya, Lazareviç adına Şərq Dilləri İnstitutuna getməli idim. Bu qərara mən özüm gəlmişdim. Orada mən ruslardan çox-çox irəlidə olacaqdım. Çünki onların həmin institutda zəhmət çəkib öyrənəcəklərini mən ta balacalıqdan bilirdim. Bundan başqa Lazareviç İnstitutunun uniforması qədər gözəl uniforma yox idi. Qırmızı pencək, qızılı yaxalıq, nazik qızıl suyuna çəkilmiş xəncər və hətta həftənin axırlarında da geyilməsinə icazə verilən yumşaq əlcəklər. Adam gərək uniforma geysin, yoxsa ruslar ona hörmət etməzlər. Rusların hörmətini qazanmasam isə Nino mənə ərə gəlməz. Halbuki, xristiyan olmasına baxmayaraq, Nino ilə mütləq evlənməli idim. Gürcü qadınları yer üzündə ən gözəl qadınlardır. Bəs o istəməsə, onda bir neçə igid gənci özümlə götürərəm. Ninonu yəhərin üstünə atıb, İran sərhədini keçərək Tehrana qaçırdaram. O zaman istəyər, çünki başqa çarəsi də qalmaz.